qısa olaraq bunu açıqlama verim ki, mən onları demirəm. Mənim ixtiyarım da yoxdur ki, deyəm ki, niyə oxuyursunuz? Yox, sənin nəzəriyyən profesional nəzəriyyəsidir. Onlar onsuz səni anlamırlar və sən qalırsan belə və onlar səninlə həmsöhbət ola bilmirlər. Yox, onlar çox gözəl anlayır. Amma anlamamazlıqdan gəlirlər, bu bir. Ancaq o demək deyil ki, məni qıcıqlandıran odur ki, bir-birinə onların, axı mən dinmirəm, misal üçün sən dinmirsən, o dinmir. Siz yaşlı nəsil deyir ki, bizi sayan yoxdur, biz neyniyək? Onlar kənara çəkilib dururlar və bunlar da danışmayanda onlar da elə bilir ki, bunlar demək aydan arı sudan dururlar. İnanmıram, bilirsən niyə? Ağsaqqal görüyor özünü elə aparsın ki, onun sözü dəyərli olsun. Bugün mənim xalq artistlərim var ki, dəyərsizdirlər. Sənətləri ola bilər böyük olsun. Xalq artistidir, adı var üstündə. Amma danışığı sıfırdır. Bu adam hər yerə burnunu soxur, hər mövzudan. Zeynəb Xanlarova ildə bir dəfə müsahibə verir, bütün ölkənin gündəmini zəbt edir. Və hər il biz yeni ili gözləyirik ki, Cənab Prezidentin çıxışından sonra Zeynəb xan danışsın. Bizdə sənətkarlar var ki, üzü o yana gedirlər, üzü küləyə. Yenə də dava edirlər indi. Yenə də çıxıb cavanlara deyirlər ki, belə ay balam, siz vaxtında, yenə də deyirəm, savxoz müdürləri, tarla müdürləri, nə bilim, Sovet vaxtlarında o avtobusda gətirdiyimiz bazarlıqlar indiki ev alanlarla bərabərdir. Başa düşürsünüz, sizin də ayıblarınız olub. Kişi üstünə dava eləmişsiniz. Konsert üstünə dava eləmişsiniz. Mənim də 47 yaşım var. Yalandan özünüzü, siz deyir o yağış yağdı, çatdaqların üstünü bağladı. Yox, ey qurban olum. Bu xalq, bu millət, kim haçansa, sənətkar olsa da belə, hansı səhvləri buraxıb, hansı yollarda, hamısını yaxşı bilir. Ona görə özünüzü mələk kimi aparmayın, çoxsunuz. Düzdür. Elə aparırsınız ki, elə bir ki, bir dəfə bir kişi, bir də vərə gedmişsiniz, vəssalam. Ər üstünə dava eləyənlər tanıyırım, 50 il dava elədilər kişi üstündə. Nə namus qeyriyyət dərsi keçirsiniz bugün xalqa? 15 yaşlı, 20 yaşlı uşaqlar yazır ki, onlar toxunulmaz da. Onlara vaxtında o görə toxunublar ki, indi toxunmasalar da olar. Ona görə də ehtiyat, o vaxtda internet olsaydı, YouTube olsaydı, onların o biabırçılıqları kitablara dastan olardı. Bəstirində cəmaatı anlattınız da. Bəzi aparıcılar necə ki, ondan bundan hədiyyə alıb şişirdim sənətkar deyirlər ha. Bax, siz də sənətkarlara, dəyərinizdən bəzilərinə, hamıya yox, sənətkarlar var ki, qarşılarında baş əyirəm. Çünki sözlər də sənətkar sözdür. Amma siz o qədər şişirtlər, drojunuzu çox vurdular ki, yaşlanıcıqca ha, biz görmüşük, ağac böyüdükcə, illər keçdikcə müdrikləşir, kökü böyüyür. Siz müdrikləşmirsiniz, siz cılızlaşırsınız. Biraz özünüzə, bəli, talih, olmaz. Müğənnilər də var, o sənətkar müğənnilər var ki, yox, mənlə sənətkar, dırnaq arası müğənnilərdə danışıram. Baxın, ona görə mən qıcıqlanıram. Nəyinsə müqabilində biri hədiyyə alır, göndərir, biri ad günü keçirdir, biri cibinə hansısa da bir məclisdə pul basır, adı sənətkardır, hə, çıx məni təriflə. Keçən səfər də sizin verilişdə dedim də, bu nə dərəcədə düzgündür? Sənətkar var, böyük sənətkardır, gedir, özündən qat-qat əski müğənnidən əl açıb pul götürür. O gün mən İslam verilişində dedim, bu nə qədər düzgündür? Yox, və ona şərait mən bilirəm siz kimi deyirsiniz. Bax, gəl belə deyək də, Könül Xasiyeva mənim üçün toxunulmaz bir sənətkardır. İnsana Allah imkansızlıqla heç vaxt sınamasın. Bax, İnsan bəzən pul qazana bilməyəndə, bax, deyir, o deyir, evlad elə bir şeydir ki, adamı düşman qapısına aparar. Könül Xasiyevanın sənət, quru nəfəsi bu sənətə bir ilhamdır. Bax, vay o haldan ki, sənəti olmayıb, kişi hesabına gəlib bu camiada söz sahibi olanlar, Könül Xasiyevan bir dənə elə, o gecələr muğamı, bilirsiniz nə demək? İnsan var ki, bax, mahnı var ki, oxuyub bir nəfər, nə olsun sənətkar, amma ağzını danışığını bilmir. Mən o qadını, şəxsiyyətini sevmirəm. Sənətinə baş əyirəm, başqa adamdır ya. Şəxsiyyət olaraq o insanı sevmirəm, çünki əqidəsizdir. Yox, mən bunu Könül xandan... Bax, mən adını deyim. Amma mən necə Könül xandan başqa kimin əlinə pul verirəm? Yox, siz başa düşmədiniz ki, mən ona şamil eləmirəm. Mən açıq danışıram. Ona o pul verən adamlar ki, var, onu reklam xatirinə edirlər. O qızın, sən Nüşabədən danışırsansa, Nüşabə Musayeva... Neçələridir. Tək o deyil, neçələridir. Nüşabə Musayeva o qədər bu ölkədə qınandı, bax. Amma gəlin etiraf edək ki, oynamağını qınadılar, danışmağını qınadılar. Amma onu qədər qazi şəhid ailələrinin toyuna gedən olmadı, pulsuz. İnan mənə. Yaxşı eləyir. Bax, 5 il keçib müharibədən yenə gedir, bilirsən niyə gedir? Özünə görə. Nüşabə deyir, mən pula görə oxumuram. Balaca bir biznesi var.
Nəvəsi Türkiyədə. Deyir ki, o ürəkdən onu eləyir. Vay o halda ki, sənəti olmayan əlinə verirlər pulu. Verirlər pulları. Onlar bəhbəhlə göstərir. Ondan sonra Könül Xasiyevi versə, Talih, səni çox istəyirəm. Sənətkarsan. Bax, mən sənə sənətkar deyirəm ki... olmayanları deyirəm ki, onlar qəsdən o sənətkara pul uzadırlar və çəkirlər. Əgər ürəyi istəyirsə də, könlündən keçirsə də, evinə göndərsin. Konvertdə sakit versin. Onu kamerada belə əlində göstərək. Şəbnəmin, Kəmalə Günəşin, onun bunun əlinə pul verəndə işləmirsən. Olanla Könül Xasiyeva eynidir. Bəs Könül Xasiyevi hörmət ondan çox... sənəti var. Bəli, amma Könül Xasiyevi daha çox hörmət qoyur. Bax, qadınlar niyə əlinə pul alır? Kişilərin penciyinə gəlib basırlar. Qadınlarda o yoxdur da, başıma dönüm. Siz məni yenə... Verənlərdədir günah. Əgər istəyirsən, böyük sənətkardır. Nüşabə Musayevəni efirə qoşur. Ki, niyə belə edir? Mən Nüşabə deyil, tək o deyil. Daşqaya rast gəlib ha. Yox, bir neçə nəfər var ki, elə hərəkət bu düzgün deyil. Sənətkara hörmət edirsənsə də sakitcə, efirdən kənarda, kamera arxası eləmək lazımdır. Danışacağıq bundan çünki heç bahana almamışıq.